Salam dəyərli şagirdlər. Bu gün sizlər üçün həndisənin əsas anlayışları bölməsindən olan maraqlı bir sualın izahını verəcəyəm. Gəlin bu sualı qısa yollarla yadımızda saxlayaq. Birinci sualını tanış olaq. Deyir ki, uzunluğu 200 cm olan parçanın əvvəlcə 1/10, sonra isə qalan hissənin 1/10 eyni tərəfdən kəsilərsə, parçanın orta nöqtəsi nə qədər sürüşmüş olar? İlk öncə parçanın, deməli 200-ün 1/10 hissəsi, düzdür? Deməli 200-ün 1/10 hissəsini tapırıq. Eləyir 20, düzdür? Deməli 200-ün 20-si kəsilib nə qədər qalıb? Deməli ikinci halda elə bil 200-dən 20-ni çıxarıq, düzdür? 200-dən 20-ni çıxanda elə bil 200-ün 20-si kəsilib 180-i qalıb, düzdür? İkinci halda isə yəni qalan hissənin, yəni 180-in 1/10 kəsilib, düzdür? Bu neçə eləyir? 18. Deməli, əvvəl 20-si kəsildi, sonra 18-i kəsilib. Ümumilikdə nə qədər kəsilib? 38, düzdür? Deməli, 38 kəsim olub. Deməli, 200-dən ümumilikdə 38 kəsim olub. Deyir, orta hissəsi nə qədər sürüşmüş olar? Əvvəllə bir ki, buradaydı, sonra sürüşəcəkdi bu tərəfə. Nə qədər sürüşmüş olar? Elə bir bunu qısa yollardan yadımızda saxlayaq. Belə bir düstur var, kəsim bərabərdir 2 orta. Elə bir nə qədər kəsiriksə, onun yarısı olacaq orta. Elə bir 38 buradan kəsim eləmişik, düzdür? Elə bir 38-i bu düsturda yerinə yazanda, elə bir ki 38-i bu düsturda yerinə yazanda orta olacaq 38-in yarısı. Düzdür? Elə bir ki orta bərabərdir kəsimin yarısı. Biz 38 kəsim etmişik axı. Olacaq 38 bölünsün 2, o da verir 19.